Hər kəsə YouTube kanalımın ilk səsləndirilmə videosundan salamlar. Bu mənim YouTube kanalımda ilk mini vlogumdur. Ümid edirəm bəyənərsiniz. Həmçində bugün doğum günüm olduğu üçün bəzi kadrlar çəkmişdim və düşündüm ki, niyə də bu kadrları birləşdirib sizin üçün bir kiçik vlog yaradıb səsləndirib YouTube'da paylaşmayım. Bu video çox da uzun olmayacaq, amma ümid edirəm ki, video sizin xoşunuza gələr və kanalıma abunə olarsınız. Artıq yola çıxmışdıq. İndi sizə ətrafı göstərəcəm, amma öncə kiçik bir şou göstərmək istəyirəm. Yürekten istiyor. Görmeyeyim seni bir yerlerde, karşıma çıkma, konuşmayalım, bakışmayalım, ne olursun. Bəli, ümid edirəm kiçik şoumu bəyəndiniz və kiçik şou bitdikdən sonra biz artıq gəldik restorana çatdıq və yeməklərimizi nuş etdik. Sonra bir göl kənarı kəşf etmişdim və bu göl kənarında şəkillərimin olmağını həqiqətən çox istəyirdim. Ümumiyyətlə mən təbiət qoynunda olmağı həqiqətən həddindən artıq çox sevirəm və mənə dəhşətli bir içdən hüzur bəxş eləyir. Elə düşünürəm ki, məncə təbiət hər dəfə xatırladır ki, tələsməyə ehtiyac yoxdur. Bir dəqiqə dərindən nəfəs almaq, ətrafa seyr etmək daha gözəl hiss elətdirər. Burada əlimdən gələn hər şeyi eləyirəm ki, Instagram üçün kiçik bir video hazırlamaq istəyirdim. Həm də doğum günümdən bir xatirə qalsın. Əlimdən gələn hər şeyi eləyirəm. O tərəfə qaçıram ki, video estetik alınsın. Nə qədər estetik alındı artıq bilmirəm. Sonra isə buranı tərk etdik. Ən sonunda göldə olan video şəkillərimi yerləşdirəcəm. Raysa İvanovkaya getdik və orada çox qəşəng məkanlar var. İllər öncə kəşf eləmişəm oranı da. Bir doğum günümdə də bura getmişdik. Yeməyi başqa yerdə nuş etdik. Burada gəldik, çay içdik. Buranın da mənzərəsi çox qəşəngdir və buranın da çox gözəl bu restoranın bir tarixi var. Hətta maraqlı gəlsə, kim istəsə rəylərdə bölüşərəm. Hətta Instagram səhifəsindən də yazıb baxa bilərsiniz. Və budur, vloqum bu qədər oldu. Ümid edirəm bəyəndiniz. Ümid edirəm ki, sizə maraqlı gəldi. Kanalıma abunə olmağı, rəylərdə görüşməyi unutmayın. Hələlik.